Salam dəyərli izləyicilər, xoş gördük sizləri. Deməli, bugün informatik 11-ci sinif dərslik kitabının sonunda olan sualların izahına baxaraq birinci mövzu davamlı olaraq hər birində çəkib yerləşdirəcək. Deməli, informasiya və informasiya prosesləri. Birinci sualda bizdən istəyir, bunlardan hansı informasiyanın xassəsidir? Deməli, A variantına baxsaq, obyektivlik informasiyanın xassəsidir, yəni hər hansısa bir şəxsin subyektiv fikri olmasın, hamı tərəfindən qəbul olunmuş bir informasiya olsun. Deməli, nəticəlilik B variantına baxsaq, nəticəlilik olacaq nə? Alqoritmin xassəsi. Ona görə cavabımız nə olacaq? B variantı. Digər variantlara da baxaq. C variantı anlaşıqlıq, informasiyanın xassəsidir, yəni başa düşülən olması. Ondan sonra D variantı aktuallıq, yəni informasiyanın cari zamana uyğunluğu. E variantı tamlıq, da informasiyanın əhatəliyini, yəni hər hansısa bir verilən informasiyanın içərisində sual doğuran məqam qalmasın, tam şəkildə əhatə olunsun. Deməli, cavabımız B variantı alqoritmin xassəsidir. Uyğunluğu müəyyən edin. Deməli, birinci nədir? Dəqiqlik. Gəlin variantlardan baxaq. Qəbul edənin anladığı dildədir. Dediyimiz kimi burada da qeyd elədik. Anlaşıqlıq olacaq bu. 3-ə, yəni A variantı. Ondan sonra düzgündür, ziddiyyət yoxdur. Burada deməli 1-ə nə uyğun gələcək? B variantı, dəqiqlik. Sonra deməli belə qarşılıq olursa qabağına yazır. Deməli 3-ə nə oldu? A variantı. 1-ə nə oldu? B variantı. 2 tamlıq. Tamlığa da bax görək hansıdır? C variantına baxsaq, gerçək vəziyyəti əks etdirir. Bu olacaq nə? Obyektivlik. Burada beləsi yoxdur. Bütün zəruri verilənlər var. Hər biri varsa, informasiya tam şəkildə əhatə olunursa, olacaq nə? Tamlıq. Kiminsə fikrindən asılı deyil, bu da obyektivlikdir. Gerçək vəziyyəti əks etdirir. Bunu da obyektivlik dedik, ya da obyektivlikdir. Aktuallıq, varlıq, obyektivlik. Deməli, üçüncü, təqdim olunma formasına görə informasiyanı şərt olaraq hansı növlərə ayırmaq olar? Deməli, indi baxıraq təqdim olunma formasına görə. Məsəl üçün, mən hər hansı bir informasiyanı kiməsə təqdim edirəm və yaxud da hər hansı bir informasiya alıram kimdənsə. Bunu hansı formalarda ala bilərəm? Bu formalar olur, nə? Təqdim olunma forması. Video ola bilər, səs ola bilər, şəkil ola bilər, nə bilim, cədvəl ola bilər, qrafik ola bilər və s. Deməli, A variantına baxsaq, riyazi, B-sən sözümüz yoxdur, yəni ədəd olaraq yazılı sayı olaraq nəsə. Bioloji yoxdur, tibbi nəsə. Bu getdi, A variantı getdi. Adi istehsalat falan filan getdi. Elmi, sosial, siyasi, iqtisadi, dini yox. Mətin, ədədi, qrafik, səs və s. olacaq nə? D variantı. Y variantı isə növlərimizdə bizim vizual, taktil, qoxu, dad və səs. D variantı nə olacaq? Təqdim olunma. Qəbul edilmə üsuluna görə informasiyanı şərt olaraq hansı növlərə ayırmaq olar? Qəbul edilmə bu informasiyanın növlərini deyəcək də. 5 dənə növümüz var bizim. Burada yuxarıda dediklərimiz. Görmə, vizual, səs, taktil, dəri, qoxu və dad. E variantında dediklərimiz. Burada baxaq görək hansındadır. Deməli B variantına baxsaq. Görmə, yəni vizual, səs, taktil, qoxu və dad. Davam edək, 5-ci sualımıza baxaq. Azalma sırası ilə düzün. Kalkulyator açsın, bunları eyib. Burada deməli 120-ni bayta gətirsək, 8-ə bölsək, bu bizə neçə verəcək? 15, düzdür? 15 bayt bu. 13 də burada. Yaxşı, deməli azalma deyir də. 1-in arxasında 5. 1-in arxasında, yəni 1-dən sonra 5 olmayanları silək. 1-dən sonra 5 olmayanları silək. Əslində burada C ilə D-ni də silə bilərik, görsənər, amma yazaq baxaq. Deməli, burada bizdə nə var? Bu 2 kilobaytda gələn yazaq. Bunu çevirəndə bayta deməli vuracaq neçəyə? 2 üstündə 10-a. DC 2 üstündə 11 bayt. Yerlərini kalkulyatorda edək. Deməli 0 tam 0,0,001.
Gigabyte. Gigabyte'dan bunu byte'a keçirdəndə 1024'də mən bunu bir dəfə vursam megabyte'a keçəcək. Bir dəfə də vursam deməli kilobayta keçirik. Bir dəfə də vursam bayta keçmiş olacaq. 107.374 tam neçəsə, indi oralar mənə lazım deyil də. 107.374. 107.374 bayt. Qaldı burada bizim deməli nəyimiz? 0,001 megabayt. Bunu da çeviririk deməli kilobayta, kilobaytdan da nəyə bayta. O da elədir 1048 tam neçəsə. Digər tərəflərdə mənə lazım deyil. Deməli, bu da təbii ki baytda. İndi bizdə nə istəyirdi? Azalma. Bura baxanda görürəm ki 107.374. 107.374 ən böyüyümüz odur. Düzdürmü bizdə? 2. Ondan sonra gələcək. Deməli hansı? 2 üstündə 11. Budur. 2048 bayt. Deməli 2, 3. Sonra 1048, 4. Ondan sonra 15 bayt 1. Ondan sonra 13 bayt 5. 2, 3, 4, 1, 5. Cavabımız burada nə olacaq? A variantı. 1 terabaytda neçə gigabayt var? Deməli, baxın 1 terabayt. 1 terabayt. Neçə gigabayt var? Terabaytdan gigabayta keçsin. Neçəyə vurmalısınız? 2 üstündə 10. Bu da sizə neçə verəcəklər? 2 üstündə 10. B variantını vermiş olur. Rabitə kanalının ötürücülük qabiliyyətinin Rabitə kanalının ötürücülük qabiliyyətinin 10 megabit bölü saniyədir. Kanala əlavə küy təsir etmir. Həcmi 100 megabayt olan mətin neçə saniyəyə ötürülə bilər? Deməli, 100 megabayt mənim həcmimdir. Vaxt istəyir məndən. Həcmi böləcəm nəyə? Sürətə. 100 bölünsün 10'a. İndi burada bir məqam var da. Bu 100 megabaytdadır, 10 da megabitdədir. Ya megabiti megabayta gətirin, ya da megabaytı megabitə keçin. Mən megabaytı, yəni bu yuxarıdakı 100'ü, baxın bu megabaytdadır, bu megabitdədir. Yuxarıdakını keçirəcəm megabitə. Ona görə bu neçəyə vuracam? 2 üstündə 3'ə vurmuş olur. Buradan deməli 10 ilə bu 0'ın biri getsə, burada qalacaq 10 olsun. 2 üstündə 3, bu da neçə? Yəni 80. Cavabımız D variantı. Uyğunluğu müəyyən edin. Deməli, burada biz baxsaq, megabayt, gigabayt, terabayt, hətta yəni hansılar hansı ölçülərlə uyğun olar? Deməli, 1 terabayt baxan kimi görsənək ki, 1024 gigabayta bərabərdir. Düzdürmü? 3'ə oldu nə? A. 3'ə getdi A. Sonra B variantı nədir? 5.25 düymlük disket. Bu disket, yəqin ki, floppy diskdən gedir söhbət. 1.44 megabayt idi bunun həcmi. Yaxşı, bunu hansınasa aid eləyəkmi? 5.25 odmu? Floppy disk. 1.2 megabayt. 160 kilobayt. Bunu yəqin kilobaytla götürürlər. Kilobaytla götürürlər. Nəysə. Kilobaytla götürüblər. Onda deməli bizdə 1'ə getdi A. 2'yə heç nə götürməyəcək. Deməli C variantı nədir? CD-ROM. CD-ROMların deməli həcmi nə qədər olacaq? 700 megabayt. Ona görə mən 1'ə götürəcəm. Nəyi? C-ni. Sonra deməli disk sektoru. Bu bizdə nə qədərdir? 512 bayt. Düzdürmü? 512 bayt bu.
DVD-ROM-larda isə DVD-ROM-larda 4.7 GB olur. Deməli, onlar 2 yerə bölünür, tək qatlı və 2 qatlı. 4.7 GB olacaq tək qatlılarda 8.5-də səhv eləmirəmsə, düzdür bu, bilmirəm. Yadımdan çıxıbdır, məktəb materialında varmı deyəsən, yoxdur. 8.5 GB-da 2 qatlılarda olmalıdır. Bu indi sizin eşitdiyiniz tam olaraq budur, 4.7 GB. Deməli 2-yə də nə uyğun gələcək? Y variantı. Vəssalam. C-yə cavablarımız. Rabitə kanalında informasiyanın ötürülmə sürəti 51.200 bit bölü saniyədir. Mətn faili bu kanaldan 10 saniyə müddətinə ötürüldü. Mətnin bir simvolunun 2 bayt olduğunu bilərək ondakı simvolların sayını tapın. Gəlin biz bir dənə həcmimizi tapaq. Zamanımız burada var, sürətimiz də burada var. Həcmi tapacağım, düzdürmü? Burada deyir mətnin bir simvolu 2 bayt. Mətndə simvol sayını istəyir. Simvol sayı x olubdur. Bunu 2-yə vurub həcmi almışam da, düzdür? Həcmi tutaq ki, y deyir. İndi həcm də nədir? Bu sürət vurulsun nəyə? Buradakı bu zaman. Düzdür? İndi vəssalam. Həmin bunu buna vuracağım. Həcmi tapacağım. Həcmi də mən bu aldığım həcmi bu 2-yə bölsəm simvol sayını alıram, alırım. Vəssalam. Deməli deyirəm ki, 51.200 yazıram. Baxın 5120 bu nədir? 5 vurulsun. 1024 də düzdür 210. Arxasında da bir dənə 0 var. Vurulsun 10. Vururuq onu da deməli buradakı bizim zamanımıza 10 saniyəmizə. Bölük nəyə? 2 bayt. İndi bu yuxarı bitdədir. Bu aşağıda baytdadır. Bunu da baytdan bitə çevirmək üçün 2 üstündə 3-ə vuraq da, düzdürmü? Deməli aşağıda mənim nəyim var? 2 üstü 4-üm var. Bunu bununla aparsaq, yuxarıda bizə nə qaldı? 5 vurulsun, 2 üstü neçə? 6. Yəni 64 vurulsun 10, vurulsun 10. 5-i də deməli 64-ə vuranda neçə yeyəcək? 5 dəfə 4-üm. 0, 2 yadda 32 arxasında 2 dənə sıfırımız var bizim burada. Düzdürmü? Onlarımızı da qeyd edirik. 32 min. Cavabımız nə oldu? B variantı. 240 kilobayt ölçülü fail müəyyən bağlantıda saniyədə 2048 bit bölü saniyə sürətlə ötürülür. Bu faillə eyni bir müddətdə sürəti 512 bit olan başqa bir bağlantı ilə ötürülə bilən failin ölçüsünü müəyyən edin. İstəyirsiniz bu həcmi, deməli 240-a bölürsünüz, buradakı 2048-ə alırsınız zamanı. Sonra o zamanı da 512-yə vurursunuz, buradakı yeni həcmi tapırsınız. Ya beləsini edirsiniz, ya da tənasiblə. Çünki eyni bir müddət dediyinə görə tənasiblə də alınacaq. Yəni 240 kilobayt 2048, yəni 2 üstündə 11 sürətlə ötürülürsə, 2 üstündə 9 sürətdə neçə kilobayt ötürüləcək? Buradan da deməli bizim x-imiz bərabərdir. 2 üstündə 9 vurulsun 240 bölünsün 2 üstü 11-ə. Deməli, vahidlərdə bir problem yox idi ki, yox. Bura bitdi, bura bitdi, bura kilobaytdır, burada kilobaytdır. 2 üstü 9-dan 2 üstü 11 getdi, burada mənə neçə qaldı? 2 üstü 2, yəni 4. Burada deməli 240 bölünsün 4, burada neçə yeyəcək? 60. B variantı. Artma sırası ilə düzün. Yenə bahardan gəldi, çıxdı. Deməli, 1.5 baytla bitə çevirsən neçə? 20-dən kiçik yeyəcək də. 20-dən kiçik yeyəcək, amma baxır ki, yeyəcək. 1.5-i vursaq 8-ə 12. Düzdürmü? 12 bit. Bu. Başqa nə edək? Deməli, nə deyir bu? Artma sırası ilə. Deməli, 5-dən sonra 1 gələcək. 5-dən sonra 1. Düzdür, artma sürəsi deyir. 5-dən sonra bir əslində variantlardan işləyəndə görürsünüz, başqa variant yox. 5-dən sonra bir gələn bir dənə D variantıdır. Onu baxan kimi görürsünüz. Birisi variantları avtomatik olaraq tullaya bilərik. Burada 5-dən sonra bir gələn yoxdur. Amma yox. Arada da yəni ola bilər, amma buradakı ədədlərə baxanda görürsünüz ki, arada yoxdur. Deməli,
400 kilobaytı bitə çevirsək vurur çıxarır. Mən bunun hamısını bitəyə gətirmişdim. Nəysə olsun gətirmişik. Deməli kilobaytdan keçəcəyik nəyə? Bayta, oradan da bitə. Deməli bunu vurmalıyıq neçəyə? 2 üstündə 10. Ondan sonra gigabaytın nəyini vuraq ki, bu qalsın da. 0,25 megabayt. Bunu da vuracam neçəyə? Üstündə deməli 2 üstündə 23-ə. 2 üstündə 23-ə. Bu gigabaytı da vurasınız 2 üstündə 33-ə. Düzdür? Burada deməli artma sırası deyirsə, avtomatik olaraq bunları da görürsünüz böyükdür. Birinci olacaq 5, ondan sonra deməli 1. Mən bunların hər birini bitə çevirmək üçün vurmuşam ha bunları. Yəni bitdə olan cavablardır bunlar. Deməli 5, 1. Sonra gələcək deməli 2 üstü 13-ə vurduğumuz 4. Yox, səhv deyirəm. Baxın bura. Üstü 23-ə vurduğumuz, 0,25 vurduğumuz 4. Ondan sonra 2. Ondan sonra da gələcək neçə? 3-cü. İstəsəz indi kalkulyatoruna vuraq, onlara baxaq. Neçə elədiklərini aşağı var. Deməli 4-ü dedik də, düzdürmü əvvəlcə? 4-də nədir? Tam 25. Vurursunuz 2 üstündə 23-ə, yəni 8-ə. Ondan sonra da 1024-ə və 1024. 2097 bu edir. 2097 budur. Sonra 400-ü siz vursanız 2 üstündə 13-ə. Yəni 1024-ə və 8-ə. 3276 da bu edir. 1276 da bu edir. Deməli burada nə əvvəldə bizim gigabaytımız var idi. Bu da ən böyükdə bu nə yazım? 2 gigabaytda vurursan 2 üstü 33-ə hara gəlib çıxır. Cavabımız nə olacaq? Bu da D variantı. İngilis əlifbası üçün K-nın müəyyən qiymətində şifrələnmiş nəsə şəklindədir. Mətn, ilkin mətn nəymiş? Deməli, hər hansısa bizim mətnimiz var, variantlardan hansısa biridir. Bunu K-nın müəyyən bir qiymətində şifrləyiblər, B-sinə bir ifadə alırlar. İngilis əlifbasında verməyiblər. Neynəyək, özümüz axtaraq. Əlifbanı niyə verməmişsiniz? Nəsə, buradan axtaraq deyil. Bir dənə əlifbanı var, atmayıblar ki, onu adam kimi axtaraq tapaq. Deməli, A variantı savalanmı da düzdür. S-dan X-ya, bir dənə S, S-dən X-ə baxaq biz. Burada da S-nəyik. Deməli, S-dən X hərfinə 1, 2, 3, 4, 5. Düzdür, 5. Ondan sonra tutaq ki, A hərfinin A hərflərdə bütün variantlar. Heç hamısı hərflərinə baxaq. Nə idi gəldi ilişdik? 3, 6, 7 hərf. Düzdürmü? 6, 7, 8. D variantı getdi. 6, 7. Qaradağ 6, 7. Ordubad 6, 7. Yaxşı olsun, nəsə bir dənə D variantı getdi. Nəysə, A variantına bir dənə gedək. S-dən X-ya 5 idi, düzdürmü? Deməli, A-dan da F-ə 5 olmalıdır. Bir dənə A-dan F-ə baxaq. 1, 2, 3, 4, 5. Bu da 5-dir, düzdür. Baxın, A-ların mövqelərində olanlar elə F-lərdir. Görürsünüz, F, F. Burada da F. Deməli, bir dənə axır hərf yoxlayaq. M-dan S-ya görək 5-dirmi? 1, 2, 3, 4, bu da 5. Bu da düzdür, axır hərfi də düzdür. V ilə L qaldı. Deməli, V hanı? V-dən. V-dən A-ya düşməlidir. 1, 2, 3, 4 və axırıncı da gəlib düşəcək A-ya avtomatik olaraq 5 addımdan.
L-dən də Q-yə düşməlidir. L hərfinin sonu bizim 1, 2, 3, 4 və 5 Q-yə düşürmü? Düşür. Yəni cavabımız olacaq nə? A variantı burada. Yəni əlifba burada versəydilər yaxşı olardı. Daha rahat baxar. Deməli, kompüter faillərinə girməklə onları yoluxduran proqramlar ziyanverici proqramların hansı kateqoriyasına aiddir? Elə B variantı da viruslar. Soxulcanlar onun növünə aiddir, Troyanın növüdür. Onlardan danışacaq. Kompüter şəbəkələrinin bəndləri boyunca öz-özünü çoxaldaraq müstəqil yayılan proqramlar ziyanverici proqramların hansı kateqoriyasına aiddir? Soxulcanlar, bu nədir magistr sualları? Nəysə. Bunlardan hansı kompüter virusu növü deyil? Bu da magistr sualıdır. Deməli olacaq burada nə? Mikrovirus. Mikrovirus yoxdur. Məsəl üçün A variantıdır, fail virusudur. Bu yaşayış yerinə görə virusun təsnif olunmasıdır. Gəlin ayıraq da deməli A variantı olacaq nə? Yaşayış yerinə görə. Ondan sonra B variantı yükləmə virusu. Bu da yaşayış yerinə görə. Makrovirus və polimorf virus. Bu ikisi də algoritmin xüsusiyyətlərinə görə belə təsnif olunacaq. Bu A ilə B yaşayış yerlərinə görə, C ilə Y də algoritmin xüsusiyyətlərinə görə. B variantında isə mikrovirus deyə bir növ yoxdur. Belə, birinci suallarımız bitdi. Yaxın vaxtda say sistemlərini çəkib yerləşdirərəm. Biraz burada 12-ci sual vaxtımız aldı, üzrlü sayın. Əlif baxdaraq deyə vaxt getdi arada. Hələlik.